Biri var yapçı deputatlar, onlar öz partiyasının yanlış xəttini bizdən qorumağa borcludular və buna çalışırlar, anlaşılandır. Biri də var hakim partiyanın bizə qarşı ara sıra istifadə etmək istədiyi dırnaq arası müstəqil deputatlar. Bu günlərdə hökumət onlardan birini bizim əsaslı tənqidimizdən qorunmaq üçün çıxarıb istifadə etməyə çalışdı. Demək, söhbət nədən gedir? Biz deyəndə ki, Azərbaycanda maaşlar da qonşu Gürcüstan və Ermənistandan 20-25% aşağıdır. Əhalinin banklarda pulu da qonşulardakindən 3 dəfə azdır. Hökumətin acığına gəlir. Yap, özü dinə bilmir buna qarşı. Və bu müstəqilin dili ilə deyir ki, yox, Ermənistanın və Gürcüstanın sən demə sosial müdafiə xərcləri bizdəkindən göyə 4 dəfə azdır. Yalan və uydurma. Çünki bizim sosial müdafiə xərclərimizə hökumət məsələn müəllim və həkimlərin halalca maaşını da daxil edib. Yəni insanların əməyi əvəzində aldığı maaş Azərbaycanda dövlətin yardımı kimi təsvir olunub. Minnətə bax da. Qonşularda təbii ki bu xərclər, bu cür xərclər ayrıdır. Ona görə də həmin bu dırnaqarası müstəqil deputat malı mala qatıb Azərbaycanı üstün göstərmək istəyirdi. Ümumiyyətlə, müstəqil deputat nə deməkdir? Dürüst deputatın əksər hallarda partiya mənsubiyyəti olar. Avropanın 45 ölkəsində müstəqillər parlamentin 2%-ni təşkil edir ortalama. Yəni, marjinal, kiçicik bir qrupdular. Azərbaycanda 35%-siniz, 2% ara, 35% ara. Hamınız da yapın qulluğunda. Kimi aladırsınız? Bu rəqəm, bu 35% özü özlüyündə bir ifşa rəqəmidir. Müstəqil deyib özünüzü hamıdan düzgün adam göstərə bilməyəcəksiniz. Yapın yalanlarını müstəqilik adı ilə xalqa sata bilməyəcəksiniz. Respublikaçı Alternativ Partiyası olaraq doğru fikri bu ölkədə biz söyləyirik, biz müdafiə edirik.